Yanvarın 28-də Azərbaycan bayrağı ordenli 1-ci Qarabağ müharibəsi şəhidi Fərhad Atakişiyevin anım mərasimi keçirilib. Bununla bağlı 2 saylı Ağcabədi şəhər qəbirstanlığında şəhidin məzarı ziyarət olunub. Ziyarətdə Ağcabədi rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsi, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Çıxış edənlər Ağcabədi rayon icra hakimiyyəti başçısı aparatının müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şöhrət Orucov, şəhidin anası Dilarə Atakişiyeva, əmisi Ramiz Atakişiyev, qardaşı İlhan Atakişiyev və digərləri Fərhad Atakişiyevin keçdiyi şərəfli döyüş yolundan söz açıblar. Bildirilib ki, erməni əsirliyində olanda düşmənlər təkidlə Fərhaddan Qarabağ ermənilərindir sözlərini deməsini tələb ediblər. Fərhad isə əksinə, Qarabağ Azərbaycanındır, sizə torpaq verməyəcəyik, məni öldürsəniz belə qeyrətli oğullarımız qisasımı alacaqlar söyləyib. Məhz bundan sonra ermənilər onu amansız işgəncələrə məruz qoyublar. Çıxışlar zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsində Fərhad Atakişiyevin və bütün şəhidlərimizin qisasının alındığı xüsusi vurğulanıb. Şəhidin ailə üzvləri həmçinin dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Fərhad Atakişiyev 1970-ci il iyulun 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olub. 1991-ci ilin dekabrında ali təhsilini yarımçıq qoyub və könüllü olaraq 1-ci Qarabağ müharibəsinə qoşulub. Uzun müddət davam edən döyüşlər zamanı o əsir götürülüb və işgəncələrlə qətlə yetirilib. 1992-ci il yanvarın 28-də şəhidimizin nəşi Azərbaycana təhvil verilib və Ağcabədidə dəfn edilib. Fərhad Atakişiyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra baş çavuş hərbi rütbəsi və Azərbaycan bayrağı ordeni ilə təltif edilib. Məlumat üçün bildirək ki, Ağcabədi şəhəri ərazisində ailəsinin yaşadığı küçəyə şəhid Fərhad Atakişiyevin adı verilib, küçəyə asfalt örtüyü salınıb. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.